Salam, axşamınız xeyir olsun. Gün TV'yə baxırsınız. Studiyada Aynur Zahid, əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Məhkəmənin qarşısı alındı. Ordunun komandanı Qəzza üzrə mümkün missiya müzakirəsi üçün Trampla görüşəcək. İndi isə daha ətraflı Çinin Xarici İşlər Naziri Wang Yinin Birləşmiş Ərəb Əmirliklərinə son səfər zamanı Fars körfəzində yerləşən mübahisəli 3 ada ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin mövqeyini dəstəkləməsi İranın etirazı ilə qarşılanıb. Bu haqda İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai bəyanat yayıb. O, Birləşmiş Ərəb Əmirliklərinin Kiçik Tümb, Böyük Tümb və Əbu Musa adalarına iddiasını əsassız adlandıran Xarici İşlər Nazirliyinin sözçüsü adı çəkilən adaların İranın ayrılmaz hissəsi olduğunu deyib və Çinin məsələ ilə bağlı mövqeyini tənqid edib. Bununla eyni vaxtda İran mediası da rəsmi Pekinin yanaşmasını İrana qarşı saymamazlıq kimi dəyərləndirib. Tehranın buna qarşı ciddi mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb. Qeyd edək ki, Çin Xarici İşlər Naziri Wang Yin 12-13 dekabr tarixlərində Əbu Dabidə Birləşmiş Ərəb Əmirlikləri həmkarı Abdullah bin Zayed Əl Nahyani ilə görüşündən sonra verdiyi açıqlamada İranla mübahisəli adalarla bağlı Əbu Dabini dəstəklədiyini bəyan edib. Adı çəkilən adaları Birləşmiş Ərəb Əmirliklərinə məxsus olduğunu bildirən Çinli nazir məsələni BMT nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq ikitərəfli danışıqlar yolu ilə həll etmək üçün dinc səylərə üstünlük verilməsinin tərəfdarı olduğunu qeyd edib. İran İslam Respublikası İsrailin hücumunun təkrarlanmaması üçün Rusiya ilə məsləhətləşmələr aparmağa təkid edir. Bunu Moskvaya səfəri çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin başçısı ilə görüşən İran Xarici İşlər Naziri Abbas Əraqçı deyib. Ayətullah rejimi gözlənilmədən öz zəifliyini anlamasına baxmayaraq İslam Respublikası İsraili məhv etmək məqsədindən əl çəkməyib deyə o əlavə edib. Barneya İslam Respublikasının uranı yüksək səviyyədə zənginləşdirməkdən məqsədinin atom bombası əldə etmək olduğunu və buna nail olmaq üçün dünyanı aldatdığını söyləyib. Şərait yaranan kimi onlar bunu yenidən sürətlə davam edəcəklər. Ancaq biz ABŞ ilə sıx əməkdaşlıq çərçivəsində İranın ölümcül dərəcədə zərər görən nüvə proqramının bir daha fəallaşdırılmasını təmin etmək məsuliyyətimiz var. İran hökuməti Tehranın Fələstin meydanında quraşdırılan və Livan Hizbullahının şəkilləri əks olunan böyük divar rəsmisində İsraili bu ölkənin şimalındakı Nahariyaya hücum etməklə hədələyib. Bu, İsrail mediasında müzakirə mövzusu olub. Yeni müharibəyə hazır ol, Livanda daha bir məğlubiyyət səni, sizi gözləyir, deyə divar rəsmlərində yazıb. Bu, Hizbullah və İsrail arasında gərginliyin yenidən artdığını və bir sıra yüksək vəzifəli Hizbullah komandirləri və üzvlərinin öldürüldüyü bir vaxtda təsadüf edir. Nüvə bombası hazırlanmağa davam etmək ideyası İslam Respublikası rəsmilərinin zehnində hələ də qalır və İsrail özünü Tehranın nüvə layihəsinin yenidən aktivləşdirilməsinin qarşısını almağa borclu hesab edir. Bunu Mossad rəhbəri David Barnea deyib. O, həmçinin Lavrovla iki ölkə arasında bütün ortaq məsələləri müzakirə edəcəyini bildirib. Xarici İşlər Naziri Rusiya Xarici İşlər Nazirinə 12 günlük müharibə zamanı ölkəsinin Tehrana verdiyi dəstəyə görə təşəkkür edib. İsrail ordusu Lübnanda Hizbullah hərəkatının 2 üzvünü öldürmək üçün dronlardan istifadə edib. Bu barədə Şərq Əl-Əşvat qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə dronlardan biri sərhəddəki Əl-Edəisə şəhərində hərəkatın döyüşçüsünün idarə etdiyi pikap maşınına hücum edib. Maşın raket zərbəsindən sonra alovlanıb və döyüşçü aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Başqa bir dron Beyrutdan 40 km aralıda Siblin və Cədra şəhərləri arasındakı cənub magistral yolunda hərəkət edən bir nəqliyyat vasitəsinə dəyib. Ölən komandirlərdən əlavə sıx magistral yolda baş verən partlayışda daha 5 nəfər yaralanıb. Buraxılışımız davam edir. İrandan Azərbaycana 24 kiloqramdan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin birgə məlumatında deyilir. Bildirilib ki, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Sərhəd Qoşunları Komandanlığının Horadiz sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqram 115 qram narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.
Dünya gündəmi ilə davam edirik. Almanya kansleri Friedrich Merz Amerikanın tək başına istədiyi liderlik rolunu oynaya bilməyəcəyini bildirib və qeyd edib ki, o, Amerikalıları dünyada tərəfdaşlara ehtiyac duyduqlarına inandırmağa çalışır. Merz bu barədə ZDF telekanalının efirində çıxışı zamanı danışıb. O, dünyada siyasi və iqtisadi güc mərkəzlərində tektonik dəyişikliyin baş verdiyini təkrarlayaraq sözlərinə belə davam edib. Və mən istəyirəm ki, Avropa bu işdə öz rolunu oynasın. Buna görə də mən Avropa Birliyi üçün çalışıram. Əgər kimsə öz mövqeyindən istifadə edərək bunu edə bilirsə, bu Almanya kansleridir. Hər şeydən öncə Amerika. Əlbəttə ki, yaxşıdır, amma tək başına Amerikaya da heç bir fayda verməyəcək. Bundan əlavə, Amerikadakı iqtisadi göstəricilərə baxın. Təsəvvür edə bilərəm ki, Amerikalılar sonda bizə tərəf dönüb. Təkcə Amerikaya deyil, hər ikimizə fayda verən bəzi məsələlər barədə yenidən danışmaq istəməzdikmi deyəcəklər, deyə Merz bildirib. Pakistan Silahlı Qüvvələrinin quru qoşunları komandanı Asim Muniri ABŞ prezidenti Donald Trumpla danışıqlar aparmaq üçün yaxın həftələrdə Vaşinqtona səfər edəcəyi bu barədə Reuters məlumat yayıb. Son 6 ay ərzində 3-cü dəfə baş tutacaq bu görüşün əsas mövzusunun Trumpın təklif etdiyi Qəzzaya yerləşdiriləcək hərbi kontingentdə Pakistanın iştirakı ehtimalı edilir. Qeyd olunur ki, Vaşinqtonun İslamabadı Qəzzada sabitləşdirmə qüvvəsinə qoşun göndərməyə təşviq etdiyi bir vaxtda Munirin ən çətin sınaqla üz-üzədir. Analitiklərin fikrincə bu addım ölkə daxilində ciddi ictimai narazılıq yarada bilər. Reuters'ə danışan iki mənbənin məlumatına görə Asim Munir yaxın həftələrdə Vaşinqtona uçaraq prezident Donald Trumpla görüşəcək. Bu 6 ay ərzində onların 3-cü görüşü olacaq və əsas diqqət Qəzza qüvvəsi məsələsinə yönələcək. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.